dostlar, bugün sizinle Avropa Həmrəylik Korpusu haqqında danışacağıq. Avropa Həmrəylik Korpusu nədir? Bu layihələrə necə müraciət edə bilərik? Öz şəxsi təcrübəmdən danışacağıq. Mən daha əvvəl Belçikada, indi isə Yunanistanda könüllü fəaliyyətimə davam edirəm. Qeyd edeyim ki, Avropa Həmrəylik Korpusu hər ölkənin yerli agentliyi tərəfindən həyata keçirilən 17-30 yaşlar arası gənclərin qatıla bildiyi könüllü proqramları olan bir proyektdir. Bu proyektləri Avropa Gənclik Portalından və ESC qruplarından, yəni European Solidarity Corps qruplarından tapa bilərsiniz. Mən hər iki layihəmi də oradan tapmışam. Qeyd edeyim ki, bu layihələrdə xüsusi şərtlər əslində yoxdur, amma ingilis dili qeyd olunmasa da şərtlərdən biridir. Bəzi layihələrdə yüksək səviyyədə tələb olunur, bəzilərində isə orta səviyyədə tələb olunur. Layihələrin müddəti isə proyektlərə əsasən dəyişir. Elə layihələr var ki, 2 ay olur, eləsi var 4, eləsi var 6. Bütün onlarda toplamda bir şəxs 12 aydan çox volunteer ola bilməz ESC-də. Çalışın ki, haqqınızda kiçik müddətli layihələrlə başlayın ki, bu sizin üçün bir başlanğıc olsun və sonra bilin ki, hansı layihələrdə uzun müddətli könüllü olmaq istəyirsiniz. Müraciət prosesi necədir? Müraciəti Avropa Gənclik Portalından da edə bilərsiniz və ESC qruplarından da tapa bilərsiniz layihələri. Mən hər iki layihəmi ESC qrupunda tapmışdım. Koordinatora öz motivasiya məktubumu və CV-mi göndərib prosesə belə başlamışdım. Prosesə başlamaq demişkən necə həyata keçirilir proses? Avropa Gənclik Portalında qeydiyyatdan keçirsiniz, ora öz şəxsi məlumatlarınızı, CV-nizi doldurub, sonra isə filtrlar bölməsində öz ölkənizi qeyd edib, ölkənizə açıq olan layihələrə motivasiya məktubu yazırsınız. Motivasiya məktubu 1000 sözdən artıq olmamalıdır. Amma eyni zamanda da 500 sözdən az olmamalıdır. Motivasiya məktubunda önəm verilən məqamlarla bağlı irəlidəki videolarda danışacağım sizinlə. Əgər sizin motivasiya məktubunuz bəyənilsə, onlar sizi müsahibəyə dəvət edirlər. Müsahibə ingilis dilində həyata keçirilir və proseslə bağlı, proyektə nə üçün müraciət etdiyinizlə bağlı suallar verilir. Əgər siz müsahibə mərhələsində keçsəniz, siz artıq sənədləşmə, yəni vizaya müraciət prosesinə başlayırsınız. Bu prosesdə sizə Azərbaycandan göndərən təşkilatınız köməklik göstərir. Çünki onlar bunun qarşılığında həmin sizi qəbul edən təşkilatdan müəyyən bir məbləğdə pul alırlar. Yəni bu prosesdə tək olmayacaqsınız. Sizə göndərən təşkilatınız da daima dəstək olacaq. İndi isə öz macəram haqqında danışmaq istəyirəm. Belçikada nələr qazandım, orada nə işlə məşğul idim və indi Yunanistanda. Belçikada mən 2 proyektə qoşulmuşdum. Biri Team Volunteering idi, 20 günə qədər olan, səhv etmirəmsə. Ardınca isə Belçikanın başqa şəhərində, Gənclər Mərkəzində müəllim işləyirdim. Team Volunteeringdə biz müxtəlif könüllərlə birlikdə aktivitelər edirdik, dilimizi inkişaf etdirirdik, gənc uşaqlarla işlər görürdük. Digərində isə Gənclər Mərkəzində müəllim kimi fəaliyyət göstərirdim. Ora gələn miqrant ailələrin övladları ilə birlikdə onların vaxtlarının səmərəli təşkil olunmasında iştirak edirdim. Yunanistan layihəmin də elə mövzusu Belçikada olana bənzərdir. Çünki mən müəllim olduğum üçün bu layihələrə müraciət etməyi sevirəm. Buradakı layihədə də mən uşaqlarla işləyirəm. Buradakı uşaqlar da miqrant ailələrin övladlarıdır. Suriyə, Tunis, digər ölkələrdən gələn uşaqlar var burada. Onlarla birlikdə həm türk dili dərsləri keçirəm onlara, həm müəyyən aktivitelər edirəm ki, onlar vaxtlarını səmərəli keçirsin. Buna outdoor aktivitelər daxildir, həm də sinifin özündə bəzi aktivitelər daxildir. Könüllü ilə bağlı ən çox verilən suallardan biri də bizim xərclərimizin necə qarşılanmasıdır. Özümüz mü qarşılayırıq, yoxsa bizi qəbul edən təşkilat mı qarşılayır? Bəli, bizi qəbul edən təşkilat bizim bütün xərclərimizi qarşılayır. Bura səyahət xərclərimiz, yemək xərclərimiz, qalmaq xərclərimiz, ümumiyyətlə hər şey qarşılanır, onu deyim. Sizin nəsə xüsusi bir pul ödəməyinizə ehtiyac olan bir proses baş vermir. Bəs bu layihələrin bizə faydaları nələrdir? Nə üçün bu layihələrdə iştirak etməliyik deyə suallar çox tez-tez görürəm mən sosial şəbəkələrdə. Mən bu layihələrdə sosiallaşmaq və yeni pedaqoji biliklər öyrənmək üçün iştirak etmişəm. Çünki fikir verirsinizsə, mən ancaq teaching layihələrinə müraciət edirəm. Çünki başqa ölkələrdəki təhsil sistemi mənə çox maraqlı gəlir ki, onların studentə yanaşması necədir, onlar üçün və ya müəllim hansı mövqedə olur. Bu kimi suallar mənə çox maraqlıdır və hər iki layihəmdə də
çox şeylər öyrənirəm hal-hazırda. Belçikada öyrənmişəm, indi isə öyrənmə prosesim davam edir Yunanıstanda. Digər tərəfdən isə sosiallaşmağı əgər sevirsinizsə, müxtəlif mədəniyyətlər sizə maraqlıdırsa, bu kimi layihələr niyə də iştirak etməyəsiniz? Ən sonunda isə əgər səyahəti sevirsinizsə və Avropaya gəlmək sizə maraqlıdırsa, məncə bu layihələrə müraciət etməlisiniz. Hələlik bu qədər dostlar. Sonda qeyd etmək istəyirəm ki, videonun açıqlama bölməsinə nəzər yetirsəniz, mən oraya linkləri yerləşdirəcəm. Avropa Gənclik portalının, ESC qruplarının, eyni zamanda öz iştirak etdiyim orqanizasiyanın linklərini qoyacağam. Sağ olun, hamınıza uğurlar arzulayıram.